Bu özünə jurnalist deyən birisinə də mən sual verdim. Çox bu Zamiq Quliyev var. Sonra mən soruşdum. Bu daha çox şou materialları filan paylaşır. Bu TikTok üzərində qarşıma çıxmışdı. O belə durmadan məni paylaşdı. Ondan əvvəl də dediyim sözlərdən video çəkirdi ki, Səidə Bəkir qızı burada düz deyir. Bunun yanaşması belə deyil. Sonra da gördüm. Salam değerli dostlar, hər vaxtınız xeyirli və uğurlu olsun. Səidə Bəkir qızım. Nə oldu? Zamiq oldu ki, birisi sənin üçün. Deyirsən ki, özünü jurnalist sayan birisi var. O da belə bir şeylər paylaşmışdı. Səidə Bəkir qızı yadımdan çıxdı. Mənə Instagramda, WhatsAppda hətta ağladım, pis oldum ki, Zamiq biz həmkarıq, biz yaxın olaq. Mən də demək ki, xanımdır, bir səhv də ağzından buraxıb, qaçqın və məcburi köçkünlər ağzından bir səhv də buraxıb, götürdüm o videoları mən bağladım. Zaten videonu silməmişəm, Səidə Bəkir qızı bağlamışam. Sənin qadınlığa görə keçdim mən. Bugün sən Zamiq Quliyev haqqında deyirsən ki, özünü jurnalist sayan birisi. Səidə Bəkir qızı, mənə denə kadrımı göstər ki, Zamiq Quliyev hansısa videosunda deyib ki, mən jurnalistəm. Bax, onu göstər. Onu göstər, Səidə Bəkir qızı. Bir mən qalmışdım, mən içdim. Onu mənə sübut eləməsən, sən jurnalist necə anlayışın yoxdur. Daha doğrusu sən jurnalist deyilsən heç. And olsun Allah'a. Saytlarda oxuyuram ki, sən mühəndis, texniki mühəndissən. Sənin ixtisasın odur. Fakt. Televiziyada problemləri aradan qalsın. Kabellər taxırsan, suda. Elə yəni nasazı onda televiziyada onları quraşdırıb verirsən. Sənin jurnalistika sənin sənətin yoxdur heç. Sənə bugün biz jurnalist deyirik. Və yaxud kiminsə həvəsi varsa, bu jurnalistika peşəsinə həvəsi varsa, internet dövrüdür, bəli, hər kəs ola bilər. Mən sayt rəhbəriyəm, Baku Xəbər azın rəhbəriyəm mən. Amma sən neyirsən? Bütün gün TikTok'da ona sataşsan, ona ilişirsən. Bir mən qalmışdım, amma rəqsanə yazıq. Ağlayır ki, deyir məndən nə işin hadi Səidə? Sənin peşən prim yığmaqdır, Səidə Bəkir qızı, and olsun Allah'a. Sənin peşən prim yığmaqdır. Gündəmdə balansı ilə saxlayırsan ki, sən gündəmdə qalasan. Amma nabrot, sən səhv edirsən. Sən jurnalist deyilsən, sən blogersən mənim kimi. Amma mənim ki blogersən. Heç sənin saytın da yoxdan olsun. Mənim saytım var. Baku Xəbər az. Tanınmış bir saytdır. Başa düşürsən mənə? Sən durub orada deyirsən, ha bax mən demişəm, ay qız özümə jurnalist. Hə? Azərbaycanda jurnalist sözü o qədər ilgilənirəm ki, o qədər bataqlığa salmış olsun sözü, jurnalist sözün. Özümə onu layiq bilmirəm mən, ay Səidə Bəkir qızı. Başa düşdün? Ayıbdır. Mən sənin yanında olmuşum, o vaxt çıxıb sənin haqqında danışmışam ki, Səidə, sənin səhvin bilirsən nədir? Deyirsən ki, ən kasıb qaçqın 2 ev var, sənin böyük səhvin idi bu. Ən kasıb mənəm deyirsən. Ən kasımı deyirəm mənəm. Mənim Bakıda bir evimi göstər, torpaq sayımı göstər, evimi göstər, görün mənim. Harada evim var mənim? Niyə yalan danışırsan? Film xətrində, reklam xətrində. Daha sənin ilişmədiyin adam qalır Səidə Bəkir qızı. İlişmədiyin, sataşmadığın adam qalır. Bir də mən qalmışdım. Mənə sırıqda deyirsən ki, özünü jurnalist hesab edən birisi var. Telefonu sən ağlayırdı. Nə oldu indi? Birisi oldu mu sənin üçün? Hə? Mən yenə vurğulayıram. Sənin məqsədin prim yığmaqdır, gündəmdə qalmaqdır və balansı ilə saxlamaqdır. Sən hamıya erişirsən, hamıya. Bir mən qalmışdım, mən erişdim. Yox, bu qədər. Və mənim sənə elədiyim hörmət var ha. Sənin burnumun deşiyindən gəlir, Səidə Bəkir qızı. O videoda açacamansın. Bax deyirəm sənə. Bağlamışdım, amma açacam. Bir başa zaman dursun Allah. Bu qədər. Sağ olun.